Tutaq ki, sizlə razılaşdıq. Cənnət də var, cəhənnəm də var. Burada sizlə razılaşdıq. Tamam. O müsəlman ölkələri var, Pakistan, Əfqanistan, Suriya, İran və s. Sizə elə gəlmirmi, onlar cənnətə düşsələr belə, həmən cənnəti sizcə bir aya cəhənnəmə çevirməzlərmi? O bəyənmədiyiniz kafir ölkələri var, Avropa ölkələri və yaxud əhalinin böyük əksəriyyəti Allaha inanmayan Yaponiya, Çin, inanın səmiyyətimə, onlar cəhənnəmə düşsələr, bir aydan sonra gəlin baxın, həmən cəhənnəmi, həmən o kafir ölkələri bir aya cəhənnəmi cənnətə çevirərlər. Tam səmimi deyil. Bu da bu qardaşın fikri. Mən hardasa bu qardaşın fikrində həqiqəti görürəm. Yəni, uzun sözün qısası, bu mənim dinlər haqda paylaşdığım son videomdur. Və onu da bildirim ki, hər bir kəsə, yəni buna görə heç kim məndən inciməsin. Yəni, əgər mənim din barədə çəkdiyim videolarda kiminsə xətrinə dəydimsə, üzr istəyirəm hər birindən, amma yəni məndən inciməyin yeri yoxdur. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin 2-ci bəndinə əsasən hər bir insan istənilən din barəsində əlbəttə ki, söyüş və təhqir etməməklə istənilən din barəsində öz fikirlərini bildirib və paylaşmaq ixtiyarı var, hüquqları var. Yəni buna görə heç kim inciməsin. Çünki mənim konstitusyon hüquqlarımdan biridir. Və sonda mən dramaturqumuz, böyük dramaturqumuz Mirzə Fətəli Axundovun bir sözü ilə bu məsələni yekunlaşdıracağım. Deməli, nə demişdi? Dünyada ərəblər qədər, ərəblər kimi yaxşı nağıl danışan və farslar kimi onu dünyaya çatdıran və türklər kimi bu nağıllara inanan ikinci bir millət yoxdur. Sağ olun.